Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Gavalı sezonunda gavalı cemi yox, gavalı palçıq turşunun hazırlanmasının reseptini sizinlə bölüşəcəm. Qışda ət yeməyinin yanında, toyuq ləvəngisində, balıq ləvəngisində istifadə etmək üçün çox gözəl, dadlı və rəngi qaralmadan palçıq turşunun hazırlanmasını sizinlə bölüşəcəm. Əgər palçıq turşusu hazırlamamışsınızsa, bir dəfə də olsun bu cür hazırlayın, çox bəyənəcəksiniz. Mən 4 kiloqram gavaldan istifadə etdim. 4 kiloqram gavalını axar suda bir neçə dəfə tərtəmiz yudum. Başqa bir qazana əlavə edib ocağın üzərinə qoydum. 150 qram qaynar su töküb ocağın altını az xodda yandırdım. Gördüyünüz kimi gavallar tam yumuşalıb həll olmuşdu. Mən ocağın altını söndürdüm. Aş süzərinin içərisinə tökdüm. Gavalların tumlarını və qabıqlarını aşdan vasitəsilə keçirtdim. Tumunu qabığını təmizləyəndən sonra qalın bir qranit qazanın içərisinə əlavə etdim. Bunu da deməyimin səbəbi bu idi ki, yəni şirəli qazanı, alüminium qazanda bu kütləni hazırlaya bilməsiniz, dibi yapışar. Bunu da qeyd edim ki, əgər ocağın üzərinə qoydunuzsa altını qazın az xodda qoyun, çünki qaynab kənara dağıla bilər. Qaynadıqdan sonra artıq suyu çəkilmişdi. Mən bir dolu xörək qaşığı tuz əlavə etdim. Bir dolu xörək qaşığı da şəkər tozu əlavə etdim. Bir çay qaşığı dolmayanda limon tuzu əlavə etdim. O tuzu əgər az olarsa, o sizin damaq dadınıza uyğundur. Yenə də əlavə edə bilərsiniz. Artıq suyu tam çəkildi, qurumuşdu. Mən balonları tərtəmiz öncədən steriləyib yumuşdum, təmizlə qurutdum. İçərisinə hamısını yerləşdirdim. Üzərindən də bir çay qaşığı balonların üzərinə duru yağ əlavə etdim. Bu qədər. Qışda döşəmə plovda, balığın yanında, toyuqda, ləvəngidə istifadə edə bilərsiniz. Allah hər kəsin ruhsunu bol bərəkətli eləsin. Hazırlayın, hər kəsə nuş olsun. Yeni videomda görüşənədək. Allaha əmanət olun.